Həyatın ekranı olan 14 TV efirində hər birinizi xoş gördük dəyərli izləyicilər. Sözün gücü verilişinin məhərrəmə özəl buraxılışı efirdədir. Bugünkü mövzumuz Kərbəla hadisəsi Aşura günü baş verməzdən öncə və baş verdiyi ərəfədə ictimai siyasi vəziyyətlə bağlı olacaq. Qonağımız jurnalist Kənan Rövşənoğludur. Xoş gəlmisiniz Kənan bəy. Xoş gördük. Çox sağ olun, təşəkkür ederim Erdən bəy. Dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq. İlk sualımız Kənan bəy budur ki, Muaviyyənin vəfatından sonra Yezdin hakimiyyətə gəlməsi İslam xilafətindəki siyasi idarə etmə sistemini, yəni xilafətdən səltənətə keçidi necə dəyişdi? Yəni bu bildiyiniz kimi birdən olmadı bu hadisə. Yəni Muaviyyənin birisi Siffin müharibəsindən sonra Həzrət Əlinin şəhid olmasından sonra hakimiyyət boşluğu oldu və Muaviyyə hakimiyyəti faktik olaraq ələ keçirdi. Amma bir razılaşma imzalandı Həzrət Həsən əleyhissalamla ki, hakimiyyət Muaviyyənin ölümündən sonra yenidən Əhl-i Beytə, yəni Həzrət Həsənə geri qaytarılacaq sahiblərinə. Amma Muaviyyə ömrünün sonlarına yaxın bu, belə deyək, bu razılaşmadan imtina elədi və oğlunu hakimiyyətə hazırladı. Hətta belə tarixi mənbələrdə var ki, vilayət valilərini dəvət edirdi, Şama dəvət edirdi, saraya. Orada onları yarı zor, yarı xoş beyyət alırdı onlardan ki, yəni oğlunun hakimiyyətinə hazır. Yəni bu prosesi uzun bir mərhələdən keçdi. Yəni bir neçə il davam elədi ki, bu bütün xilafətin valilərini dəvət elədi və oğlu Yezid üçün beyyət aldı. Yəni bir növ prosesi düşüncəli şəkildə, yəni spontan bir hadisə olmadı ki, yəni məsələn tutaq ki, Muaviyyə öldü və oğlu hakimiyyəti ələ keçirdi. Elə bir hadisə olmadı. Bu planlaşdırılmış bir hadisə oldu və əvvəldən bir çox əksəriyyət deməli olar ki, valilərin beyyətini aldı oğlunun hakimiyyəti üçün və artıq belə deyildi, hər şeyi hazırladı və özü öldükdən sonra oğlu taxtını oğluna verdi və razılaşmanı da pozdu. Əslində razılaşmada belə bir detallar vardı ki, əgər İmam Həsən həyatda olmasa, İmam Hüseynə keçməlidir, düzdürmü? Bəndin olduğu bilinir, amma yəni bəhanələrdən də biri bu idi. Amma təbii ki, bunlar hamısı bəhanə idi. Çünki aydın məsələ idi ki, Muaviyyə hakimiyyəti, İslam hakimiyyətini zorla, fitnə ilə ələ keçirmişdi və sonra da onu öz ailəsində, özündə saxlamaq üçün bu yola əl atdı. Yəni bu, belə deyək də, İslam dünyasında, İslam xilafətində bir səltənətə keçid prosesi oldu. Bəli, səltənət oldu. Yəni İslamda səltənət, yəni ona qədər ki dövrdə səltənət yox idi. Tutalım ki, nə məsələn Əbu Bəkir öz oğlunu tutaq ki seçmək düşünmədi, nə xəlifə, ikinci xəlifə Ömər oğlunu və yaxud da hansısa qohumunu seçməyi düşünmədi. Üçüncü xəlifədə biraz fərqli situasiya oldu, amma yəni Həzrət Raşidi belə deyək, Raşidi xəlifələr dövründən sonra səltənətə keçid oldu. Yəni İslam siyasət düşüncəsində tamam fərqli bir səltənət mərhələsi başladı və belə deyək, İslam idarəçiliyində yeni və belə deyək də mahiyyətindən uzaq bir idarəçi forması yarandı. Yəni o da idarə forması da İslam üçün, İslam dünyası üçün ağır nəticələr doğurdu. Biz gələcək tarixdə bunu gördük ki, yəni sonraki tarixdə bu adi bir dünyəvi bir sistemə çevrildi. Yəni İslam idarə hər nə qədər bunu müqəddəsləşdirmə cəhdləri olsa da xəlifənin Allahın yer üzündə kölgəsi olması kimi rəvayətlər uydurulsa da, yəni səltənət hakimiyyəti idi və onların heç birinin mənəvi və siyasi hüquqları yox idi. Və ona görə də yəni nəticə belə deyək də dərin böhranlara səbəb oldu İslam dünyasında. Bəs Kərbəla faciəsi ərəfəsində Kufə şəhərinin ictimai siyasi vəziyyəti və həmçinin də Kufəlilərin İmam Hüseynə məktub yazmaqlarındakı əsas məqsəd, əsas səbəbi nə idi? Kufə bilirsiniz, paytaxt olub Həzrət Əlinin hakimiyyəti dövründə. Yəni daha ondan əvvəl əslində xilafət ordusunun İrana qarşı müharibə dövründə Kufə bir hərbi düşərgə olub.
Yəni İslam dünyasında iki paytaxt olub ki, bunlar hərbi mərkəz kimi Samirə şəhəri və Kufə şəhəri. Kufə şəhəri sıfırdan çöldə salınmış, yəni belə deyək, sırf hərbi məqsədlər üçün salınmış şəhər idi. Həzrət Əli dövründə, Həzrət Əli xilafəti dövründə Kufə paytaxt oldu və daha sonra Muaviyə xəlifə olduqdan sonra Kufə o siyasi və mənəvi rolunu itirdi. Təbii ki, Kufədə Həzrət Əlinin tərəfdarları çox idi. Yəni şiələr çox idi, Həzrət Əliyə beyət eləmiş, Əhl-i Beytə məhəbbət olan insanlar çox idilər. Amma yəni belə deyək də, məktubu biz indi deyə bilmərik ki, nə qədər adam orada səmimi olubdu məktubda və yaxud da ki, onların neçə faizi tutalım ki, həqiqətən mübariz oldu. Amma fakt, tarix bunu deyir ki, yəni Kufə əhalisi bu Əhl-i Beyti müdafiə eləməkdə hazırlıqlı olmadı yəni. Məsələn, eyni şəkildə biz məsələn Kufəni daha çox qınayırlar, ittiham edirlər ki, tarixdə yəni Kufəni sadəcə Kufəni hardasa bir növ xəyanət simvoluna çevirir. Amma baxın, Mədinədə situasiya fərqli idi ki, Mədinə Peyğəmbərin şəhəri idi, səhabələr orada yaşayırlar, amma onlar belə ilk vaxtlarda tərəddüddə idilər. Kərbəla hadisəsindən sonra dəyişdilər. Sonraki il Mədinəyə, Məkkəyə hücum olandan sonra artıq belə deyək də, başa düşdülər ki, nə qədər böyük səhv ediblər, amma artıq gec idi. Yəni yenə deyirəm, bu məsələni Kufənin üzərində qurmaq ki, Kufənin bir xəyanət simvolu, bu biraz da haqsızlıq. Bu gün də baxsaq, yəni siyasətdə bu şeylər var yəni. Cəmiyyətlər qorxu ilə idarə olunur və Bəni Üməyyə ərəb cəmiyyətini qorxu üzərində, etnik millətçilik və qorxu üzərində, yəni otoriter, hakimiyyət qorxusu üzərində idarə eləyirdi və ona görə də belə deyək də, həm də rüşvət falan məsələlər də var idi. O artıq belə deyək də yan formadır. Yəni tutaq ki, məsələn, sən insanları əl almaq üçün qamçı, bir əlində qamçı varsa, bir əlində kökü olmalıdır yəni. Yəni qamçı olmalıdır, həm də kökü olmalıdır ki, qorxduğun insanlara nəsə verib onların razılığını almalısın. Amma Kufədə Müslim ibn Əqilin gəlişi və orada ona böyük məhəbbət, bu təbii idi. Bu ürəkdən gələn idi. Burada biraz ola bilər bəzilərdə tutaq ki, məsələn, heç tutaq ki, sevgisi yox idi, amma məsələn, tutaq ki, bir qavimçilik deyək də, bir millətçilik var ki, Kufə yenidən paytaxt ola bilər. Yenidən Həzrət Əlinin övladları hakimiyyətə gəldikdən sonra Kufə yenidən paytaxt ola bilər. Bu istək də var idi və ona görə Müslim ibn Əqilə, şəhid Müslimə münasibət yaxşı idi və biz oradakı tutaq ki, məsələn, o rəvayətlərdə görürük ki, onu çox yaxşı qarşıladılar, onu dəstəklədilər, filan edildilər, məktub imzaladılar, məktub yazdılar. Amma sonra situasiya dəyişdi. Sonra artıq belə deyək də, hakimiyyət, yəni Bəni Üməyyənin klassik o siyasət metodu ilə, onları qorxu və qamçı və köçəklə onları idarə qorxutdu və bəzilərində dediyiniz kimi, yəni rüşvət amili filan, hədiyyə verməni bu qədimdən qalma bir ənənədir, ya aydın məsələdir. Yəni bundan əl aldılar. Yəni Kufəni tam məqsədli bir xəyanətkar tayfa idi bunlar elə əvvəldən planlı şəkildə. Belə demək doğru deyil. Yenə deyirəm, eyni yanaşma ilə biz Mədinəni də tənqid edə bilərik, Məkkəni də tənqid edə bilərik. Peyğəmbərin şəhəridir, Həzrət Əlinin şəhəri idi. Amma onlar da nə ayıq olmadılar, nə də belə deyək də, İslami dəyərlərə, əsl İslama, Peyğəmbər ailəsinə, Peyğəmbərə belə deyək də, sədaqət göstərmədi. Həm də sədaqət, zaten sadiq olanlar, məsələn, Kufədə sadiq olanların çoxsa həbs olunurdu. Yəni Muxtar Səqəfi olsun, digərləri olsun. Biz ümumi çoxluqdan danışırıq da. Yəni o təbii ki, yenə deyirəm, azlıqlar var idi. Mədinədə də var idi, qorxudulan insanlar var idi. Təhdid olunan, həbs olunan insanlar var idi, cəzalanan insanlar var idi, Məkkədə də var idi. Eyni zamanda Kufədə də vardı. Amma biz ümumi şəhərin cəmiyyətindən danışırıq. Çünki bizim yanaşmamız indi tutaq ki 14 əsrdən sonra biz ora baxanda bir Kufə baxırıq. Artıq biz seçə bilmirik ki, fərdlər, ailələr, tayfalar seçmirik və ona artıq ehtiyac da yoxdur. Amma ümumi cəmiyyətin ab-havası budur. Yəni cəmiyyətlər çox da dəyişməyiblər. Yəni insan xarakterini, cəmiyyətlər insanlardan təşkil olunur. İnsan xarakterinin ümumi bir insan xarakterinin
əsası dəyişmir. Yəni olduğu kimi qalır. Elə həmin insanlardır. Yəni bu gün də tutalım ki, məsələn biz IŞİD hadisəsində məsələn İraqda gördük ki, yəni ən gözlənilməz, ən mənfi situasiyalarda çıxanda onu da qəbul edən insanlar olur. Çünki ortada bir qorxu var, ortada bir hansısa maraqlar da ola bilir. O mənada yəni Küfə hadisəsinin, yəni şu şəhər üzərindən tamamilə xəyanət obrazı qurmaq olmaz, amma əlbəttə ki bu ümumi İslam adına, İslam cəmiyyəti adına, necə ki Siffeyndəki belə deyək, bəsirətsizlik oldu, təcrübəsizlik oldu. Eyni şəkildə də Küfədə də bəsirətsizlik oldu, biraz da qorxu oldu, biraz da imanın zəifliyi oldu, belə deyəlim. Və bir də görünür lider olmadı. Yəni əsr yəni o şəhəri irəli aparan, onu yönəldəcək öz lideri olmadı və nəticədə Yezidin belə deyək də o qanunları, Yezidin idarəçiliyi orada öz nəticəsini gördü. Əslində düşünürəm ki, növbəti sualımızda da bir növ cavabını verdiniz. Ubeydullah bin Ziyadın Küfəyə vali təyin olunduqdan sonra, əgər əlavələriniz varsa təbii ki deyə bilərsiniz. Bölgədəki siyasi atmosferə xalqın psixologiyasına təsiri necə özünü göstərdi? Bu barədə də Ubeydullah ibn Ziyad bilirsiniz, məşhur sərkərdə olub. Yəni ilk dəfə Türkistana qədər gedib çıxan Seyhun çayını səhv eləmirəmsə, yəni keçən ilk müsəlman sərkərdə olubdu. İlk belə deyək, türkləri ilk dəfə əsir alıb İraqa gətirən adam onun adı ilə bağlıdır. Kərbəla hadisəsindən 4 il əvvəl. Və o belə deyək, o dövrün klassik ərəb idarəçilərinin bir nümunəsi idi. Yəni qəhrəmanlıq göstərir, amma onu İslam adına bir qəhrəmanlıq kimi görür, göstərir. Eyni zamanda şöhrətpərəst və vəzifəpərəst idi. Yəni o Bəsrə ilə və Küfənin ilk dəfə birləşmiş, iki vilayətin birləşmiş hakimi idi və daha çox arzuları vardı. Xorasan valisi olmaq istəyirdi. İddiaları vardı. Yəni bu mənada, yəni belə deyək də, Muaviyyənin seçdiyi kadrlar onun siyasətini, onun proqramını icra edəcək şeydə insanlardı, yəni kapasitədə insanlar idi. O dindar, inancılı bir kəsim deyildi də. Baxmayaraq ki, zahirən ibadətləri var idi, amma yəni zahirən onların çoxu namaz qılırdılar. İndi qılıb bəziləri qılmaya da bilər, onu deyənlər. Amma məsələ zahiri məsələdə deyildi. Məsələ ondadır ki, onlar çoxu mənsəbpərəst insanlar idi, dünyapərəst insanlar idi. Vəzifə, yəni o cür adamlar olmasa zaten, yəni əqidəli insanlar olsaydılar, məsələn, onlar etiraz edə bilərdilər ki, yaxın sizin bir müqaviləniz vardı, hakimiyyət. Gedişat tamam fərqli cür gedərdi. Bəli, təbii ki. Amma bunlar etmədilərsə, demək seçilmiş insanlardır. Yəni vəzifədən asılı olan, vəzifəpərəst, dünyapərəst insanlar idi. Sabah onlara qanunsuzluq, İslama zidd və yaxud da ki, hüquqa zidd hansı addım attırmaq mümkün olsun. Bu mənada Ubeydullah ibn Ziyad bir nümunə idi. Qəhrəman sərkərdə idi. Necə ki, məsələn, Xalid ibn Vəlid, məsələn, tarixdə var. Başqa bunlar qəhrəman sərkərdə idilər, savaşçı idilər, vuruşurdular. Ölkələr adına, İslam adına, Allah adına, Allahın dinini yaymaq adına vuruşurlar. Amma altda həm də belə deyək, həlledici məsələdə məlum olur ki, yəni bunların zahirdə bəli şüarçı, amma iman məsələsində, imana gəldikdə, əqidə məsələsində o qədər də dürüst deyirlər. Yəni tutaq ki, sən Peyğəmbər adına savaşırsan, Türkistana qədər gedirsən, Peyğəmbərin bayrağını yaymaq adına, amma Peyğəmbər övladı gəlir və sən onu qətlə yetirirsən. Əlində də heç bir əsas yoxdur. Halbuki sənə deyir ki, məsələn, biz sənə qarşı vuruşmur, sənə qarşı qılınc qaldı, amma sən yuxarıların belə deyil, razılığını almaq üçün, hakimiyyət, daha böyük sərvət, hakimiyyət əldə etmək üçün Peyğəmbərin övladlarını qətlə yetirirsən. Yəni bu İbn Ziyad klassik o dövr, yəni Əməvi valilərinin bir simvolu idi. Digərləri də onun kimi idi, yəni ki, Mənə əslində burada bir məsələ də əslində maraqlandırır. Bu valilik məsələsində, yəni hər hansı bir bölgənin valisi olmaq. Məsələn, deyir ki, Ubeydullah bin Ziyad Küfə valisi təyin olundu. Amma hədəfi, məsələn, səhv etmirəmsə, Xorasan valiliyi. Elə bir deyim var ki, Xorasana qayıtmaq istəyirdi. Valilikdə nə kimi belə bir üstünlük var ki, bunlar hər hansı bir bölgənin valiliyi məsələsində, baxmayaraq ki, olduğu mövqedə bir valilik mövqeyindədir hər hansı bir bölgənin. Amma digər bir bölgənin, məsələn, Xorasanın valisi olmağı daha
üstün görür? Yəni buradakı əsas məsələ nədir? Mən o çox maraqlıyam. Daha böyük sərvət. Valilik bilirsiniz, Sasani idarə sistemi idi. Yəni İslamiyyətdə yox idi. Sonra bu Xəlifə Ömərin dövründə İran işğal olunduqdan sonra Sasani dövləti işğal olundu. Orada bu idarəçilik sistemi qəbul olundu. Oradan götürüldü. Yəni imperiya, xilafət böyüdü, ərazilər çox böyükdü. Bir ucu Mərakeşdə idi, İspaniya qədər getdi çıxdı. O biri tərəfdə Əfqanistana qədər, Türkistana qədər getdi, indiki Orta Asiyaya qədər getdi və orada təbii ki, onu mərkəzdən idarə eləmək olmaz. Ona görə bu klassik İran Sasani sisteminə, valilik sisteminə idarə olmağa başladı və valilər öz ərazilərində bir növ qubernator kimi, yəni yüksək səlahiyyətlərə malik kiçik padşah idi, əmir idi də əmir ifadəsi var. Məsələn, Əfqanistandakı Taliban əmirliyi. Yəni əmir mərkəzi hakimiyyət deyil, yerli hakimiyyət. Amma hər səlahiyyətləri var. Yer daxildə o tutaq ki, vergiləri toplayıb mərkəzə göndərir, yaxud da müharibə olarsa əsgər göndərir, ordu göndərir. Bu heç yerdir. Amma daxildə idarəçilikdə qanunları o müəyyən edir, məhkəməni o müəyyən edir və qərarların icrasını o müəyyən edir. Yəni bir növ belə dedik, kiçik hakimlərdir. Bir növ belə deyək, bunu Azərbaycanın bir zamanki xanlıqlar dövrünə bənzədə bilərikmi az çox? Yox, xanlıqlar biraz fərqli idi. Daha çox bəylər idi. Səfəvilər dövründə bəyliklər olurdu. Məsələn, Şirvan bəylərbəyi vardı, Qarabağ bəylərbəyi vardı. Tutaq ki, hakimiyyət onlara səlahiyyət vermişdi. Onlar o ərazinin mütləq hakimləri idilər. Orada qanunlar da onlar müəyyən edirdilər, məhkəmələr də onlar təyin edirdilər. Daxili idarəetməni onlar yerinə yetirirdilər. Təbii ki, yuxarıdan gələn əmrləri də icra edirdilər, təbii ki, mərkəzdən gələn əmrlər. Bu mənada valilik, belə dedik, kiçik hakimiyyətlər idi. Təbii ki, indi o dediyim kimi Xorasan valiliyi o ilk dəfə İbn Ziyad Türkistana qədər gedib çıxmışdı. Seyhun çayını keçən ilk İslam sərkərdəsi idi. Və təbii ki, o bölgələri görmüşdü. Yəni, daha böyük sərvət məsələsi vardı. Burada başqa bir şey yoxdur. Dediyim kimi, o ilk vali idi ki, ilk dəfə iki vilayəti, həm Kufə, həm də Bəsrə vilayətinin hakimi olmuşdu. Bu mənada, yəni onun da səlahiyyətləri az deyildi, amma yenə deyirəm, dünya görkəmli sərkərdə olsa da, həm də dünya adamı idi. Yəni, dünya insanı idi ki, Əhl-i Beytə, Peyğəmbər ailəsinə hansısa bir vəzifəyə görə əl qaldırdı, yəni qətliam törətdi. Kərbala hadisəsindən öncə, istər Kərbala hadisəsi zamanı və sonrası Məkkə və Mədinə kimi mühüm mərkəzlərdə Əməvi hakimiyyətinə qarşı ictimai rəy nə vəziyyətdə idi, hansı halda idi? Yəni o tarixi mənbələrdə biz görürük ki, orada məsələn qarşı müxalif fikir var idi. Xüsusən də səhabələr və tabiin arasında. Yəni, o vaxtı səhabələr artıq çox yaşlanmışdılar. Əsasən tabiin idi. Amma səhabələrdən də yaşlı səhabələr var idi. Az sayda, çox az sayda qalmışdı və tabiin var idi, çox idi. Onların münasibəti əlbəttə ki, onların içində müxalif fikirlər çox idi. Amma yenə deyirəm, orada bir neçə var idi. Bəziləri vardı, qorxurdular. Bəziləri vardı ki, məsələn, tutaq ki, həqiqətləri bilirdilər, amma hakimiyyətlə toqquşmadan çəkinirdilər. Məsələn, Əbu Ömər kimi, məsələn, İbn Ömər kimi də. Abdullah İbn Ömər kimi. Məsələn, o, məsələn, bilirdi, həqiqətləri bilirdi, amma ehtiyat edirdi, çəkinirdi. Yoxdur, digər səhabələrdə də o situasiya idi. Yəni, tam olaraq hamısı üsyançı idi demək olmaz. Yəni, müxalif idi demək olmaz. Tərəfdarlar da vardı, Bəni Ümeyyə tərəfdarlar da çox idi. Və əleyhdarlar da var. Bir də ortada, belə deyək də, o sakit kütlə ki var idi. Onlar, məsələn, onlar bəziləri qorxurdular, bəziləri şirinlikdirilirdi hansısa formada. Böyük çoxluq o. Zaten biz bütün siyasi proseslərdə belə olur. Müxaliflər var və tərəfdarlar var. Bir də var o Fransa inqilabı dövründə onlara bataqlıq deyirdilər. Sollar vardı, sağlar vardı, bir də ortada vardı bataqlıqlar. Onlar otoritenin, hakimiyyətin iradəsinə qəbul edirdilər. Yəni, indi də məsələn, sosioloji olaraq bütün ölkələrdə bir durğun bir kütlə var. Onlar daha çox hakimiyyətin iradəsi,
yəni özümüzə problem yaratmayalım, yaşayalım filan. O düşüncədə olan insanlardır. Yəni Mədinədə də hər üç tip var idi. Biz görürük ki, Həzrət Hüseynə münasibət də yaxşı idi, Əhl-i Beytə münasibət də yaxşı idi. Eyni zamanda pis də var idi. Amma böyük kütlə vardı İmam Hüseynin Kərbəlada. Bəli, həcc ziyarəti dövründə özü ailə üzvləri var idi, qardaşı var idi məsələn. Çox idi, amma yenə deyirəm, bir hissəsi qorxurdular, qorxudulurdular, bir hissəsi şirinlikdirirdilər. Yəni qalan hissələrdə dediyim kimi əleyhtarlar var, tərəfdarlar var idi, az saydaydılar. Amma yenə də istənilən halda bu bizdə bir növ bütün dünyada, yəni bütün tarixi dövrlərdə belə olub. Hər zaman hakimiyyətlər insanlar üzərində bu şəkildə qorxu ilə və təzyiqlə idarə ediblər. Məkkədə də odur. Sonrakı il, yəni bildiyiniz kimi sonrakı il Yezidin ordusu Mədiniyə hücum eləyəndə, Məkkəni daşa tutanda, bombalayanda belə deyək, müasir terminlə desək, bombardıman eləyəndə orada insanlar öldülər. Onda səhabələr anladılar, amma ondan artıq gec idi. Çünki niyə? Onda artıq kimdənsə beyyət tələb olunmurdu. Əksinə yenidən üsyan yatırıldı və hakimiyyətə tabe edildilər. Yəni bu mənada o dövr Məkkəsi, o dövr Mədinəsi, Məkkəsi Kufə ilə aşağı-yuxarı eyni idi yəni. Sadəcə bir fərq var ki, Kufə kənardaydı, məktub yazmışdı və sonra da belə deyək də o məktubun sözünün arxasında dura bilmədi, qorxdu. Amma Mədinədə belə deyək, məktub yazan da olmadı və o belə deyək, o hadisə başına əksinə Həzrəti İmam Hüseyn məsələn Məkkədə qan tökülməsin deyə həcc ziyarəti dövründə Ərəfədə tərk elədi Məkkəni. Halbuki eyni hadisə orada da baş verə bilərdi. Yəni Kərbalada deyil, orada baş verə bilərdi. Elə Məkkədə baş verə bilərdi. Vermə ehtimalı da var idi. Yüksək idi. Amma özü tərk elədi Kəbənin hörmətinə, orada qan tökülməsin. Ya da başqa hansısa bizim bilmədiyimiz daha dərin səbəblər var idi ki, ona görə istəmədi. Aydındır Kənan bəy. Qısa bir reklam fasiləsindən sonra yenidən efirdə olacaq. Dəyərli izləyicilər, bizi izləmədə qalın. Bəs Kənan bəy, İmam Hüseynin Yezidə beyyət etməməsinin, belə deyək, arxasında duran əsas ideoloji və həmçinin siyasi səbəblər nələr idi? Yəni əksərimiz bilirik, amma istəyərdik ki, məsələn, bir tərəf həm də sizin şərhinizlə məsələyə baxaq. Ya məsələni əslində belə deyək də müxtəlif cür yazılır. Yəni mənim düşüncəmə görə məsələ tal ki, hakimiyyət deyildi əlbəttə ki. Məsələ hakimiyyət olsaydı İmam Həsən vuruşardı və yaxud da ki, İmam Zeynalabdin də savaşardı. Məsələ hakimiyyət deyil. Yəni imam təkcə siyasi hakim demək deyil ki, daha üstün, yəni Peyğəmbərin vəhy gəlməyən şəklidir də, biz belə anlayırıq imamı. Yəni imam bəşəriyyətin hakimidir. O da hansı bir ölkə ilə kifayətlənmir. Onun əməlləri, öhdəlikləri var belə deyək. Həm Allah qarşısında öhdəliyi var, həm də hakim olduğu, yəni o bir növ imam kimi yer üzünün imamıdırsa və o yer üzü qarşısında, insanın qarşısında məsuliyyəti var. Yəni bu məsuliyyət yenə deyirəm, məsələn, ki, niyə İmam Zeynalabdin qiyam eləmədi, amma İmam Hüseyn elədi. Yəni ona görə eləmədi ki, o həlledici məqam ondaydı. Yəni onun üzərində gəldilər, tələb elədilər ki, sən beyyət etməlisən. Beyyət etmək bu demək deyil ki, yox, sən tutam ki, Yezdə beyyət edirəm, mən hakim olmaq istəyirəm. Məsələ odur ki, İmam Hüseyn demədi ki, mən tutaq ki, xəlifə mən olmalıyam. Heç elə bir çıxışı da yoxdur. İmam Hüseyn əsas, belə deyək də, məntiqi oydu ki, yəni əsas vurğusu oydu ki, yəni Yezid hakimiyyətə layiq deyil. Bir, atadan hakimiyyəti alır, yəni digər, tutaq ki, əvvəlki, məsələn, Raşidi xəlifələri götürək. Yəni, onlar kimi bir xidmətləri yoxdur. Atası ona hakimiyyət ötürür. İki, mənəvi baxımdan İslam dininin hakim olmağa, yəni müsəlman ümmətinin rəhbər olmağa haqqı yoxdur. Bunu çıxışlarında da deyibdir. Hətta Aşura gününə qədər də bunu dedi. Aşurada da dedi ki, yəni o Yezidin mənəvi olaraq
İslam ümmətinə, İslam müsəlmanlara hakim olmaq hüququ, yəni nə siyasi olaraq, nə hüquqi olaraq, nə də mənəvi olaraq haqqı yoxdur. Ya bu tez əsas bundan ibarət idi. Və sonra da açıq şəkildə deyir ki, mən bir peyğəmbər, bunu deyir, çıxışında da deyir. Hətta şəhid olmamışdan bir neçə dəqiqələr öncə də deyir ki, mənim kimi adam, yəni peyğəmbərin övladı, Həzrət Əlinin övladı, İmam Yezidi təsdiqləyə bilməz, tanıya bilməz. Yəni burada məsuliyyət var. Yəni deyir ki, nə siyasi olaraq, nə hüquqi olaraq, nə mənəvi olaraq İslam ümmətinə rəhbər olmaq layiq deyil. Bu peyğəmbərcəsinə deyilmiş söz tarix də sübut elədi. Bir ildən sonra Mədinə yandırılanda da sübut oldu. Məkkə, Kəbə daşa tutulub dağılanda da sübut oldu ki, İmam Hüseyn haqlı idi. Onun vəzifəsi var. Yəni o həlledici məqamda deyə bilməzdi. Canını qorumaq üçün və yaxud da ailəsini qorumaq üçün deyə bilməz ki, Yezidi hakimiyyətə təsdiq eləyənməz. Bu adam hakimiyyətə layiqdir deyə bilməz. Çünki beyyət etmək nə deməkdir? Beyyət etmək, mən sənin hakimiyyətini tanıyıram və təsdiqləyirəm. Fərqi yoxdur sənin statusun, tutaq ki, əhl-i beytsən, imamsan və yaxud da ki, sadə müsəlmansan. Biz bilirik ki, məsələn, Peyğəmbərin özündə Mədinəlilərin beyyət hadisəsi var, məşhur. Yəni, beyyət eləmək klassik İslam cəmiyyətində, yəni müsəlman, ilkin müsəlman cəmiyyətində təsdiq eləmək, hakimiyyətə təsdiq eləmək. Yəni, necə indi biz legitimlik nədir? Siyasi legitimlik seçkilərdir. Biz gedirik bülletenə, seçdiyimiz namizədin adını yazırıq, atırıq qutuya. Bu bizim həmin namizədə beyyət etməyimizdir. Yəni, siyasi legitimliyin formasıdır. Amma bilirsiniz ki, seçkilər olmamışdan əvvəl legitimliyin əsası bir neçə formaları var idi. Qanla gələn legitimlik var idi, dini legitimlik vardı, Allah tərəfindən verilməsi və yaxud da ki, hansı nəsildən gəlmə və yaxud da ki, güclə əldə olunan legitimlik vardı. Hər kəsi məğlub eləyirdin və sənin gücünü qəbul edir. Yoxdur ki, bu hansı bir şura ilə. İmam Hüseyn əleyhissalamın Yezidin hakimiyyətini, Yezidi beyyət eləməsi, onun hakimiyyətini tanıması, onun hakimiyyətə haqlı olmasını, yəni haqqı olmasını, yəni belə deyək də siyasi, mənəvi və hüquqi olaraq hakimiyyətə layiq olmasını təsdiq eləməsi idi. Yəni bunu bir sıradan bir ərəb müsəlman eləyə bilər. Deyə bilər ki, mən qorxdum, məni öldürürdülər, mən də qorxdum. Elədim. Bunun uzaqbaşı, belə deyək də, məsuliyyəti özünədir. Qiyamət günü özünə cavab verir. Bəlkə tövbə eləyir, Allah bağışlar. Amma imamın bunu təsdiq eləməsi İslam ümmətinə nə deyir? Mənəvi bir şey, president qoyur. Yəni, deyəcəklər ki, Həzrət Hüseyin tanıdı Yezidi. Siz niyə etiraz edirsiniz? Sonra daha pis adamlar ola bilərdi və ya daha pis də olanda arqument olmayacaq. Deyəcək ki, baxın, 3-cü imam Həzrət Hüseyin İbn Əli Yezid kimi bir adamı, hansı ki Məkkəni dağıtdı, Mədinəni dağıtdı, Kərbalada insanları öldürdü. Belə bir adamın hakimiyyətini tanıdı, Kərbala olmasaydı. Belə bir adamın hakimiyyətini tanıdı. Tanıdı, təsdiqlədi. Siz niyə etiraz edirsiniz? Yəni, imamın məsuliyyəti var. Yenə deyirəm, imam onu, o qərarı tutaq ki, təkcə özü üçün vermirdi ki, o qərarı həm də İslam cəmiyyəti üçün verirdi. Və hətta sonraki İslam nəsilləri üçün verirdi o qərarı. O qərarın imzasında o var, imamdır çünki. Çünki o imamdır. İmam nədir? Öndərdir, liderdir. Yəni bizim qərb terminologiyası liderdir. Yəni onun verdiyi qərarın həm hüquqi, həm dini, həm mənəvi yükü var. Yəni bir tarixidir təbii ki. Bütün dövrlərdə bu gün də məsələn tutaq ki, biz bu gün də deyə bilərdik ki, məsələn əgər Kərbəla hadisəsi olmasaydı, deyə bilərdik ki, məsələn siz niyə etiraz edirsiniz məsələn filan hakimə desəydilər. Deyir ki, yəni şeydir, İmam Hüseyin Peyğəmbərin övladı idi. Yezid belə beyyət elədi. Yezid kimi məsələn tutaq ki, mənfi bir adama, Yezid kimi məsələn də əxlaqsız bir adama beyyət elədi. Bu bizim üçün belə deyək də bir prezident yarada bilərdi. Qərb hüququnda olan bir prezident nümunə, bəli, prezident yaradırdı ki, bəli, o dövrdə İslamın ilk dövrü idi. Hakimiyyəti zəbt eləmiş, zor gücünə zəbt eləmiş, mənəvi olaraq haqqı olmayan, İslamdan mənəvi olaraq İslama müsəlman kimliyi belə olmayan bir adama hakimiyyətini Həzrət Hüseyin təsdiq elədi. Siz niyə etiraz edə bilərsiniz? Nəyə etiraz edə bilərsiniz? İndi məsələn biz deyirik ki, tutaq ki, məsələn İmam Hüseyndən hədislər gətiririk, hətta Peyğəmbərdən hədislər gətiririk ki, tutaq ki, zalıma etiraz eləmək lazım filan. Amma artıq Həzrət Hüseyin o qərarı versəydi, biz onun argumentimiz olmayacaqdı. Bu mənada İmam Hüseynin qərarı
o gün üçün və yaxud da o dövr üçün deyildi. Ümumiyyətlə bəşər üçün bir qərardı. Amma o deyirdi ki, yəni sonunca qədər deyirdi ki, mənim məqsədim islahdır. İslah nədir? Nizam yaratmaq. İslah ərəb dilində nizam deməkdir. Nizam, intizam yaratmaq deməkdir. Yəni sırf ay yox, Yezid yox, mən gəlməkdir. Müqavilədə mənim adım var idi, qardaşım şəhid oldu. İndi haqq mənimdir, mən əlində olur. Yox. Məsələ o deyildi. O çox kiçildərdi məsələni. O çox kiçildərdi. Yəni zaten ondan beyət tələb olunana qədər İmam Hüseyn heç bir fəaliyyət göstərmədi Yezidə qarşı. Peyğəmbər həm də ilk İslam dövlətinin rəhbəridir. Yəni, bu belə qəbul olunur. Bəzilər onu cəmiyyət də deyir, Mədinə cəmiyyəti deyirlər. Bəzi şərqşünaslar məsələn dövlət deyirlər, İslamdır. Yəni o bildiyimiz dövlət idi. Yəni Mədinə bir dövlət idi. Onun başçısı da Həzrət Peyğəmbərdir. Yəni Həzrət Məhəmməd həm də sallallahu aleyhi və səlləm dövlət başçısı idi. Yəni amma onun dövlət başçılığı kiçik bir vəzifə idi. Yəni Mədinə boyda şəhərin dövlət başçısı. Amma indi Həzrət Peyğəmbər 1 milyard 600 milyon müsəlmanın mənəvi atasıdır, peyğəmbəridir. Ya biz müqayisə edə bilərik ki, Həzrət Peyğəmbər dövlət başçısıdır. Yox. Dövlət başçısı onun sağlığında, öz dövründə üzərinə düşən bir vəzifə idi. Onu da dünyasını dəyişənə qədər icra elədi. Heç ondan əvvəl deyildi. Yəni qısa bir dövr idi. Mədinə dövrü bir cəmiyyət yaratdı. Sonra bir dövlət kimi ortaya çıxdı və onu idarə elədi. Amma onun vəzifəsi o dövlət idarə etmək kiçik bir hissəsi idi. Belə də gördüyü işin bir elementi idi. İmam Hüseynin də bəli biz deyirik ki, haqqı idi. Çünki mənəvi olaraq Peyğəmbər övladıdır, imam idi, Həzrətin Əlinin övladı idi. Hüquqi olaraq, çünki əldə sənət var idi, müqavilə var idi, haqq onun idi. Amma o ondan ötürü mübarizə aparmırdı ki, yox mənim taxtım əlimdən alınıb, mən taxt üçün çox kiçik bir məsələ olardı. Taxt üçün olsa, taxtını aldın, 20 il, 10 il hakimiyyətdə oldun, o məsələ deyildir. Məsələ daha böyükdür. Bəli, İslam, təbii ki, biz bilmirik, yəni İslam cəmiyyəti fərqli olacaqdı əlbəttə ki, yəni Əhl-i Beytin, belə deyək, ilahi imamətinin, həm də, belə deyək də, Peyğəmbərdən sonra silsilənin davam eləsəydi, Həzrət Əlidən sonra imamət, həm də dövlət başçılığı davam etsəydi, tamam başqa bir İslam ola bilərdi. Bəlkə də bizim anlamadığımız. Amma tarixin belə deyək də ilahi təqdirdə deyə bilərik. Yəni tarixin yazısı da deyə bilərik. Bu belə cəryan elədi. Bəs burada üzr istəyirəm, belə bir sual yaranır. Məsələn biz əgər Muaviyyənin övladına hakimiyyəti keçirməsini səltənət kimi qəbul ediriksə ki, bu xilafət olaraq götürülmürsə, bəs məsələn indi izləyicilərimiz arasında yəqin belə bir sual yarana bilər ki, Həzrət Əlinin öz övladı İmam Həsənə hakimiyyəti ötürməsi məsələsi necə? Yəni buna nə cür cavab verilə bilər? O belə deyək də dünyəvi bir şeydir. Yəni belə deyək də kontrargument kimi atılır. Ya biz onları imam kimi qəbul edirik. Yenə deyirəm. İndi təsəvvür edin, tarixi reallıq. Onlar hakimiyyətdə olmadılar. Həzrət Əlidən sonra onun 11 övladı hakimiyyətdə olmadı. Amma biz onları yenə də imam kimi qəbul edirik. Ya bizim üçün dəyişmədi. Yəni əslində burada belə bir arqument vermək olarmı ki, Yeziddən fərqli olaraq, məsəl üçün, İmam Həsən insanların düşüncəsinə görə Allah tərəfindən seçilmiş bir şəxs idi deyə. Nəinki oğluydu deyənə Allah seçmişdi. Yox. Biz onu imam kimi qəbul edirik. Həzrət Həsən, sonra Həzrət Hüseyin. Necə ki, Həzrət Davud əleyhissalamdan sonra Süleyman əleyhissalamın hakimiyyətə gəlməsi məsələsi. İmamət silsiləsi o ilahi bir seçimdir. O bizim seçimimiz deyil. O hansısa bir ailə seçimi deyil ki, ailə falan ona qalsa imamların çoxlu övladları olub, amma bir övladı imam kimi seçilib və biz onu imam kimi qəbul edirik, çünki o belə deyək də seçilmiş şəxs. Bunu o səltənətlə qarışdırma. Bu məsələyə belə deyək də dünyəvi prizmadan yanaşan adamların arqumentidir ki, yəni siz Muaviyyə öz oğlunu qoydu, Həzrət Əli də öz oğlunu gətirmək istəyirdi, amma bu o deyil. Təbii ki, o deyil. Yəni biz imamdan danışırıq. Yenə deyim, bəşəri bir ümmətin rəhbəri, ümumiyyətlə dünyanın rəhbəri. Çünki Allah Teala Quranda da deyir ki, yer üzünü demir ki, müsəlmanları imamsız qoymaram və yaxud demir ki, hansısa ümməti, hansısa dövləti imamsız qoyun. Deyir ki, yer üzünü imamsız qoyun. Biz onu yer üzünün Əşrəfi Peyğəmbərin varisləri kimi qəbul edirik. Yəni onlar vəhy gəlməyən, amma Peyğəmbərin varisləri, bəli,
Ona görə bizim düşüncəmiz, bizim imanımız onadır, əqidəmiz o yöndədir, onadır. Bəs Əməvi xilafətinin həmin dövrdə apardığı sinfi etnik siyasətdən istəyirdim, biraz danışasınız. Bu siyasətin cəmiyyətdəki sosial narazılığı, yəni apardıqları bu siyasət cəmiyyətdəki sosial narazılığı necə alovlandırdı? Məsələn, məvali siyasətini bura misal gətirmək olar. Bəli. Əməvilər, Əməvi dövlət sülaləsinin dövrü, 90 illik dövrü. Əməvilər daha çox belə deyək də indiki qavimçi deyirlər, qavimçi deyək. Yəni ərəbçi bir düşüncədə idilər. Hətta məsələn digər xalqların İslamı qəbul eləməsi belə ilkin dövrdə, Əməvilər dövründə yəni qəbul olunmurdu. Hansısa bir ərəb tayfası, qəbiləsi o şəxsi özünə qəbul eləyərdisə, onu müsəlman kimi qəbul edir. O da niyə daha çox vergilərlə bağlı idi? Daha çox. Çünki İslamın verdiyi bir entuziazm var idi İslamın ilk dövrlərində və Əməvilər bundan istifadə edib böyük ərazilər ələ keçirdilər. Və böyük ərazilər böyük sərvətlər demək idi. Və ərəb qəbilələri çox sürətlə varlandılar, sərvətlərə nail oldular və təbii ki, məsələn, bizim bölgələr olsun, şərqə doğru Türkistan olsun, bu bölgələrdə insanların inancları ilə İslam dininin ziddiyyət təşkil eləmədiyinə görə, tutaq ki, məsələn, xristianlıqdır, yahudilikdən fərqli olaraq, tutaq ki, məsələn, tenriçi türklər olsun və yaxud da ki, tutaq ki, məsələn, bu atəşpərəstlər olsun, bunlar məcusilər olsun, belə, bunların əqidəsi İslamı rahat qəbul elədi. Rahat qəbul edib, bunlar İslamı qəbul eləməyə hazır idilər. Bu zaman Əməvilər onların, tutaq ki, cizyə vergisi itirməmək üçün onları çətinliklə qəbul. Onlar müəyyən şeylər qoydular. Yəni, yenə deyirəm, ərəb qəbilələr onları himayə eləməsə, onları İslamı müsəlman kimi qəbul olunmurdu, cizyə vergiləri verməyə davam etməlidir. Əlavə vergilər və bu ayrı seçkilik səbəbi ilə şubiyyə hərəkatı yarandı, məvalilik yarandı, şubiyyə yarandı və Türkistan bölgəsində, yəni Əli şəriəti bunu belə izah edir ki, Əhl-i Beytə sevginin əslində Əməvilik qarşısında Əhl-i Beytə yönəlmənin bir səbəbi buydu. Əməvilər ərəb millətçisi idilər, şovinist idilər. Amma Əhl-i Beyt bütün xalqlara qucaq açır. Bəli, belə də müasir termindən desək, xanərəb. İndi də bax təsadüfi deyil ki, məsələn, indi də 19-cu əsrdən etibarən ərəb dünyasında yaranan millətçilik, hətta xristian ərəblər arasında millətçilik zamanı ən böyük belə deyək də, onların kultu Əməvi xilafəti idi. Niyə? Çünki ərəb xalqı, ərəb cəmiyyəti ən parlaq, yəni siyasi olaraq parlaq dövründə Əməvilər dövründə yaşayıb. Çünki Əməvilər dövründə imperiyanın, onlar Əməvilər bir İslam imperiyası kimi deyil, bir ərəb imperiyası kimi görürlər. Çünki zaten Əməvilər də elə idilər. Yəni onu bir ərəb imperiyası kimi idarə edirdilər. Mərakeşdən Əfqanistana qədər uzanan böyük bir ərazini ələ keçirdilər və burada idarəçilər hamısı ərəblər idilər və üstün hüquqlar da onlara mənsub idi. Amma Əhl-i Beytdə yox idi. Həzrət Əli və onun övladları, Əhl-i Beyt hara gedirdi, hər kəsi qucaqlayırdı. Və ona görə də həm də işğal siyasətləri olmayıb da çox. Türkistan olsun, istərsə Şimali Afrika olsun, bu bölgələrdə Əhl-i Beytə Şiə olmasalar belə, sufilər olsa, sünni sufilər də olsa belə, bu günə qədər də Əhl-i Beyt məhəbbəti güclüdür. Niyə? Çünki Əməviliyin o aşkarda görünməsə belə, gizli o ərəbçiliyi, qavmiyyətçiliyinin qarşısında Əhl-i Beytin bütün insanlara bərabər yanaşma, imanı əsas alan yanaşması, onlar o məhəbbəti yaradır. Bax, gedin Şimali Afrika olsun, Əlcəzair olsun, Mərakeş olsun, Tunis olsun, Liviya olsun və yaxud da ki, Orta Asiya olsun, tutaq ki, məsələn, Əhməd Yəsəvi, tutaq ki, Orta Asiyanın sufi, ən böyük sufisidir. Məsələn, o özünü Əhl-i Beytdən hesab eləyirdi. Məsələn, o Əfqanistandan tutmuş Pakistana qədər böyük ərazilərdə Əhl-i Beytə sevgi, münasibət çox fərqlidir. Çünki ona görə ki, Əhl-i Beyt hər kəsi dinindən, dilindən, rəngindən, qanından asılı olmayaraq iman əsasında hər kəsi qucaqlayırdı. Yəni Əhl-i Beyt millət deyə ümmət
Bəli, ümmətdən də çox həm də iman əsasında. Ona görə Əhl-i Beytin məhəbbəti Əməvilər qarşısında güclü idi və Əməvilərin belə davam edə bilməməsində səbəbi elə bu oldu. Digər bir sual da bundan ibarətdir ki, İmam Hüseynin ailəsi və azsaylı tərəfdarları ilə Kərbəlaya doğru hərəkəti cəmiyyət tərəfindən sadəcə bir siyasi üsyan, yoxsa mənəvi bir xəbərdarlıq kimi qəbul edilirdi? Biz açığı, yəni o dövrün belə deyək də sosioloji bir mənzərəsi bizim üçün çox da aydın deyil, yəni. Amma münasibətdən tutaq ki, ailə üzvlərinin Həzrət Hüseynə tövsiyələri var. Yəmənə get deyir qardaşı məsələn. Yəmənə get, orada atamın dostları var. Belə. Yəni onlar daha çox Həzrət Hüseynin qorunmasını düşünürdülər. Yəni ailəsi, yaxınları sağ qalmasını, yəni şəhid olmamasını istəyirdilər. Yəni İmam Hüseynin də məqsədi tutaq ki, ərəb ordularını hansısa döyüş meydanına çəkib orada savaşmaq deyildi. Onu sadəcə dəvət eləmişdilər və o belə deyək də, o da Məkkəni tərk edib dəvəti yerinə yetirdi. Yəni qəbul elədi və icra elədi. O da bir belə deyək də bizim bilmədiyimiz bir mənəvi bir tərəfi var onun. Amma yəni məqsəd o deyildi ki, getsin hardasa açıq çöldə savaşsın filan. Yəni sadəcə dəvətə görə getdi. Məqsədi də o idi ki, son ana qədər döyüşün ən axırıncı məqama qədər övladlarını itirdəndə belə yəni savaşmaq istəmədiyini dedi. Öldürmək istəmədiyini, müharibə istəmədiyini dedi. Və məqsədi yenə deyirəm, həqiqəti çatdırmaq, məqsədi imamın vəzifəsini tamamlamaq idi. Yəni o bir imam kimi onun öz vəzifəsi var idi və ümmət qarşısında, belə deyək, insanlıq qarşısında vəzifəsi vardı. Vəzifəsini icra elədi. Sona qədər də bildirir ki, o savaşmaq istəmir. Onun məqsədi qiyam deyil, üsyançı deyil o. Yəni o mənada ki, yəni hakimiyyət üçün üsyan eləmək məqsədi yoxdur. Zaten hakimiyyət üçün Kufəyə getməyə gərək yox idi, getmək lazım idi, Dəməşq lazım. Hətta beyyətsiz belə yəni çıxıb getmək istirdi, amma zorla beyyət tələb olunması artıq vəziyyəti dəyişdi. Artıq o, yəni deyir ki, mənim üçün başqa seçim qoymadı. Elə də ona açıq deyir, yəni ölümündən, öz şəhadətindən öncə bunu deyir ki, mənim üçün başqa şans buraxmadı, qoymadı, seçim qoymadı və imamın da seçimi o idi və onu belə deyək də, o seçimə məcbur elədilər. Ya bu sırf məzuniyyəti, imamın məzuniyyəti ondan ötürü. Onu necə ki, Həzrət Əlini şəhid elədilər, eyni şəkildə, yəni bir fərqli formada, fərqli şəraitdə, fərqli yerdə Həzrət Hüseyni də o şəkildə şəhid etdilər. Yəni onun üçün şans tanımadı, sağ qalması üçün şans tanımadılar. Amma yenə deyirəm, məsələ seçim çox açıq idi. O seçim idi. O seçimi eləsə, yenə deyirəm, ümmət üçün prezident idi, insanlıq üçün mənfi bir nümunə idi və ona görə ona gedə bilməzdi. Məcbur idi. Həm də burada belə bir nüans var da, yəni gələcəkdə tarix, məsəl üçün bugünkü gündə kimsə deyə bilərdi ki, əgər haqq sahibi həqiqətən də xilafət Əhl-i Beytə aid idisə, niyə görə İmam Hüseyn o məktublara cavab vermədi, əgər getməsəydi? Yəni bu cür bir məsələlər də var ki, görürsən ki, yəni atdım atmaq məcburiyyətindəsən. Bəli. Afrikaya da gedə bilərdi, nə bilim, Asiyada gedə bilərdi. O sakit həyatını yaşaya bilərdi. Dəvət elədilər, o da getdi və amma Kufəyə gedəndə o demədi ki, mən bura qiyam eləməyə gəlmişəm, üsyan etməyə. Dedi ki, yəni o dedi ki, beyyət tələbinin qarşısında seçim qoymadılar. Yəni iki seçim vardı. Ya beyyət etməlisən, ya ölməlisən. O da ölümü seçdi, yəni şəhadəti seçdi. Yəni alternativ tutaq ki, getginən hardasa kənarda Xorasanda yaşa belə bir şərt qoyulmadı. Ona icazə verilmədi. O da bir imam kimi, yenə deyirəm, o imam kimi, yer üzünün imamı kimi üzərinə düşən məsuliyyəti, vəzifəni icra elədi və haqsızlıq qarşısında, yəni zülm qarşısında zülmü qəbul eləmədi, təsdiqləyəmədi, ona hüququ don geyindirmədi. Əhl-i Beyt adından onu belə dedi, zülmə legitimlik də onu geyindirmədi. İstəmədi onu, çünki eləyə bilməzdi. Onun, yenə deyirəm, bəşəri bir vəzifəsi vardı. Burada əslində belə bir məsələdə məncə siz danışdıqca artıq təsəvvür formalaşmağa başlayır istər-istəməz. İmam Hüseynin Məkkədən çıxmasından danışdıq həcc mövsümündə. Əslində düşünürəm ki, Aşuradan sonrakı hadisələr onun oradan çıxmasının əsas səbəblərindən göstərir. Məsələn, Məkkədə bildiyimiz qədər Yezdin ən böyük müxaliflərindən biri Abdullah ibn Zübeyr var idi. Və onun orada əslində oranı Kəbənin
özünə bir növ sığınacaq kimi seçmişdi ki, yəni düşünmürdü ki, Yezid gəlib ən azından ora hücum edə. Amma bu Yezidin qabağını, həm Yezidin həqiqi simasını göstərir bu hadisə, həm də Abdullah ibn Zübeyrin ki, əslində yəni Kəbəni hədəfə çevirmiş oldu bu hərəkəti ilə və İmam Hüseynin orada göstərdiyi mövqe artıq digərlərini geridə qoyur ki, insanlar üçün də bir növ həqiqət aşkara çıxır. Dövründə böyük. Bəli, bəli. Məsələnin əhəmiyyətini də həm də bu göstərir ki, Həcc Ərəfatda qurban vaxtı Ərəfatı tərk edib Kərbala yola düşür. Təşəkkür edirəm Kənan bəy. Vaxtınızı ayırdınız, dəyərli vaxtınızı, suallarımızı cavablandırdığınız üçün. İnşallah növbəti verilişlərimizdə yenidən sizi görmək bizim üçün xoş olar. Əgər yorduqsa sizi, haqqınızı halal edin inşallah. Dəyərli izləyicilər, biz təşəkkür edirik. Dəyərli izləyicilər, Sözün Gücü verilişinin növbəti buraxılışının sonuna gəldik. Yenidən görüşmək ümidi ilə hələlik.